Və sonda Milli Parkda asudə vaxtlarında balıq tutmaqla keçirənlər barəsində materialımız var. Balıqçılar onlar üçün ayrılan yerlərdən narazılıq edir. Soğuk hava şəraitinə baxmayaraq bulvarın yeni hissəsində balıqçılar balıq tutmaqla məşğuldular. Hələ 2 il bundan əvvəl həvəskar balıqçılar üçün məhz bu estakada yaradılıb və hər cür şəraitlə təmin olunub. Onlar üçün estakadada oturacaqlar quraşdırılıb ki, özləri ilə gətirdiyi azuqə və əşyaları rahat şəkildə ora qoya bilsinlər. Eyni zamanda ayrı-ayrı hissələrdə tullantılar üçün zibil qutuları yerləşdirilib. Çəkiliş zamanı tək-tük balıqçı gözümüzə dəydi. Tilovlarını suya ataraq bəxtəyə çıxacaq balığı gözləyirdilər. Onların arasında illərini bu işə sərf edənlər də var idi, buna məşğuliyyət kimi baxanlar da. Oğlum balığı belə yaxşı tanımadığıma görə prosta həvəsim var da tutmağa. Çox düşüb balıq. İyi balıqlar da düşüb, xırda balıqlar da düşüb. Balıqçılar günün bu saatında dənizdə balıqların az olduğunu deyirlər. Axşam saatlarında isə həm balıqların sayı artır, həm də balıqçıların. Artıq 3 ildir ki, balıqçılığı özünə məşğuliyyət seçən Yusuf Xəlilov tilovuna əsasən kütüm, küfal və vobla kimi balıqların çıxdığını deyir. Gün ərzində təxminən neçə kilo balıq tuta bilirsiniz? Biz bura güclü balıq yeri olmadığına görə burada 1 kilo. Belə bundan artıq 1 kilo yarımda belə tutmaq olur. Elə çəkiliş aparırdıq ki, balıqçılardan birinin tilovuna nə az nə çox 101 kiloluk kifal balığı düşdü. Balıqçı tutduğu balığın diri qalması üçün əvvəlcə onu tora qoydu, daha sonra isə dənizin kənarındakı dəmir dirəkdən iplə bağlayıb suya atdı. Bunu bırakırıq ki, diri qalsın, ölməsin. Silej olsun. Əgər əvvəllər balıqçılar bulvarın köhnə hissəsində balıq tutmaqla məşğul edilərsə, indi onları yalnız bu estakadada, özü də günün istənilən saatında görmək mümkündür. Yeni bulvarda balıq tutmaq üçün sahə ayrılmasının səbəbsə, Milli Parkın gəzinti üçün olan hissəsinin təmizliyini qorumaqdır. Biz özümüz də görürdük ki, bu balıqçılar bir o qədər də o balıq tutduğu ərazini təmiz saxlamırlar. Yəni evdən gətirdikləri əşyaları gedərkən qoyurlar ora, balıq tutarkən cürbəcür orada əlavə tullantılar əmələ gəlir və s. Ona görə qərara gəldik ki, bulvarın yeni hissəsində, yəni İdman Sarayından Bayraq meydanına qədər olan ərazisində bir böyük estakada var, körpü. Onun üzərində balıqçılar üçün imkan yaradaq. Məhz həmin balıqçıların şərəfinə bulvardakı estakadada balıqçı heykəli ucaldılıb.